müştərilər var ki, gəlirlər yanımıza. Aporları yondururlar. Üstündən 2 gün keçəndən sonra yığırlar ki, usta sən bunu yonmuşdun, bu vurur. 110-da, 120-də tonuz versən pedal vurur. Məsələ burasındadır ki, qardaş, yəni apornu nədən əyilir? Apor əyilir istidən, isti suya girməkdən. Bu bizim bəzi cavan qaqaşlarımız var ki, maşınları palçıqlı saxlayır, gedir, sürür, gəlir, bir dənə moykada diskini yuyur, patpresini sildi, stop varağını sildi, oldu xuliqanski, başladı sürməyə. Məsələ burasındadır ki, sən onu sürüb gəlirsən və sənin aporunun əyilir. Suya vuran kimi. Niyə əyilir? Aporunu qızır. Nakladka ilə aporunu pastayanla təmasda olur. Yəni orada onun qızmağının bir çox da səbəbləri var. Palesin işləməyə bilər, nakladka pastayanı basılı qala bilər, supportun porşeni dala getməz, içindən aqar yığılar, toz yığılar, palçıq yığılar, aporunun qızdırar. Yəni o əyilməyə bir mənalı olaraq səbəbdir. O məsələ burasındadır ki, yəni onu belə deyim sizə, isti suya vermək, moykaya vermək olmaz. Yəni gəldiniz, əksəriyyət bu dəqiqə bizim cəmaət özü yuyur. 50 qəpikdə, 50 qəpini salır, özü öz maşınını yuyur. Yəni birinci başlasınlar, yəni tövbə eləsinlər hətta cavanlar birinci. Yoxsa yox, buyurun. Yəni o özün öz işidir, özün dillərinə təristir eləsin. Yəni qardaş, birinci başlasın maşının içini təmizləsin, sonra üstünü təmizləsin, ən sonunda başlasın təkərlərdən. Yəni çünki sən ona gələn kimi su vursan, aporların nə eləyəcək?